Salam əziz abituriyentlər, gəlin sizə 7200 nəfər abituriyentin qeydiyyatdan keçdiyi təhsil platformumuzu tanış eləyim. Deməli siz burada öz qəbul balınızı yazırsınız və yeni əlavə olunan xüsusiyyətlə siz ödənişli ödənişsizi seçə bilərsiniz. Burada müxtəlif universitetlər vardır. Məsələn, mən Azərbaycan Neft Sənaye Universitetində oxumaq istəyirəm. Burada öz istədiyiniz ixtisası seçirsiniz və proqnozu göstər dedikdə isə bu model sizə bu ixtisasın balını deyir. Hal-hazırda bizim bu sayt test mərhələsindədir. Bununla yanaşı bizdə müxtəlif xidmətlər də mövcuddur. Məsələn, siz burada ən yaxşı ixtisaslar barəsində də məlumat toplaya bilərsiniz. Məsələn, ikinci qrup üçün ən yaxşı ixtisaslar barəsində məlumatları verək. Burada həmən müxtəlif universitetlərin keçid balları mövcuddur və iş imkanları, gələcəkdə harda işləyə bilərsiniz. Məsələn, Kapital Bank, Paşabank və s. və burada maaşlar da mövcuddur. Eyni zamanda siz keçid balları ilə tanış ola bilərsiniz. Həmçinin siz universitetlərin illik qiymətləri barəsində burada öyrənə bilərsiniz. Məsələn, ADA Universitetində hüquqşünaslıq 8000 AZN-dir. Çox ucuzdur gördüyünüz kimi. Və burada tələbə abituriyent keçidi vardır. Siz burada suallarınızı verirsiniz. Biz bu sayta tələbələr cəzb eləyəcəyik. Tələbələr bu sayta girdikdən sonra sizin suallarınıza cavab verəcəkdir. Yəni burada məsələn bizim bir abituriyent sual verib ki, 11 illik kollec üçün pullusu 100 baldır, düşə bilərəmmi? Siz bu sualları asanlıqla bizim modeldə yoxlaya bilərsiniz. Deməli sual oluna bilər ki, bizim model nə üzrə işləyir? Bizim model biz ona 7 il statistikasını əlavə eləmişik və keçid ballarında, həmən illərin keçid ballarında model sonuncu statistika jurnalı çıxdıqdan sonra artıq keçid ballarını təxmin eləyəcək. Yəni hal-hazırda bu model test mərhələsindədir. Yəni statistika jurnalı çıxdıqdan sonra real balları sizə deyəcəkdir. Hal-hazırda siz bizim təhsil platformamızla ətraflı tanış ola bilərsiniz. Əlaqə vasitəsilə bizim WhatsApp-ımıza yaza bilərsiniz. Eynən bizim müxtəlif sosial şəbəkələrimiz də mövcuddur. Oradan da bizi izləməyi unutmayın.